Pronouns mövzusunun mixed hissəsinə testlər üstündə baxaq. Birinci sualda nöqtədən sonra ədrəs isim olduğuna görə apostroflu lazımdır bizə. İç Azər, Van Azər, bunlardan sonra isim gəlmir. Ona görə birinci səhvdir. Theirs yerlik əvəzliyinin müstəqil işlənənləridir. Yəni mine, yours, his, hers. Yəni s-də olanlar müstəqil isimsiz olanlardır. Beşincidə isə Azers'dan sonra ümumiyyətlə isim gəlməz. Səhv variantı. Doğru cavab 2, 3 A bəndi. İkinci sualda yenə nöqtədən sonra telephone numbers isim olduğuna görə 1-i çıxdım. Bundan sonra isim gəlməz. 4-ü çıxdım. S-də isim gəlməz. 5-cidə Azers'dan sonra ümumiyyətlə isim gəlməz. Doğru cavab 2, 3 D variantı. 3-də nöqtədən sonra isim yoxdur. Demək ki, apostroflulara çıxıram. 2 səhvdir, 3 səhvdir. Your birinci ümumiyyətlə özündən sonra isim istəyəndə tək işlənə bilmir. Doğru cavab 4 və 5. One another 2-dən çox olanda iç Azər 2 nəfər arasında olanda deməkdir. Bir-birini bir-birinə. Burada da adam sayını bilmədiyimizə görə hər ikisini götürə bilərik A variantı. 4-də nöqtədən sonra isim yoxdur. Demək apostroflular gedəcək. Your özündən sonra isim istəyir, səhvdir. Burada da isim olmadığına görə 1-i götürə bilmərik. Doğru cavab 4 və 5 Y variantı. Beşinci sual nöqtədən sonra faces isimdir. Demək 4-ə çıxdıq. Theirs yerlik əvəzliyinin müstəqil işlənəni özündən sonra isim gələ bilməz. İç Azər, Van Azər ümumiyyətlə bunlara S birləşə bilmir, səhvdir. Doğru cavabımız 1, 3 və 5 Y variantı. They highly value help. Help burada bir-birinin köməyini deyir, yüksək qiymətləndirirlər. İsim mənasında olduğuna görə apostroflu lazımdır. Bir düzdür. İkincidə iç Azər, Van Azər bunlara S birləşə bilmir, səhvdir. 4-də hers müstəqil işlənənlərdəndir. Özündən sonra isim gəlməz. Cavabımız oldu 1, 3, 5 C variantı. 7-də opinions var, isimdir. Demək apostroflu lazımdır. Bir düzdür. Hers isimdən işlənə bilməz. Van Azərə S birləşə bilməz, səhvdir. Azərsə də S birləşə bilməz. Yəni yerlik hal ola bilmir. Ona görə səhvdir. 1, 3 7-ci sualdan nöqtədən sonra opinions isim var. Demək 2-ni çıxıram. Müstəqil işlənəndə isim gələ bilməz. 5-ə çıxıram. Van Azərə S birləşə bilməz. Oldu 1, 3, 4 B variantı. İkinci tərəfdə countries cəm olduğuna görə deməli Ənazə cəmdən işlənməz, Evre cəmdən işlənməz, iç cəmdən işlənməz. Qaldı A və D variantları. İndi birinci tərəflərinə baxaq. Deməli, A bəndində its varsa, bunun birbaşa yanında isim gələ bilməz. Bizdə nöqtədə isə business isimdir. Nəyə görə gələ bilməz? Çünki bunun its ilə ismin arasında müəyyən bir təyin edici olmalıdır. Məsələn, it's a country. Yəni it is deməkdir də. It's my country. Bu formada olmalıdır. Article, yerlik əvəzliyi və yaxud da hər hansısa bir sifət. Amma D bəndindəki its'dən sonra isə birbaşa yanında isim dayanır. Arada heç bir təyin edici olmur. Burada da nöqtədən sonra heç bir təyin edici olmadığına, birbaşa business isim gəldiyinə görə doğru cavab D variantı. 9-cu sualda output isim olduğuna görə, ikinci tərəfdə də regions cəm olduğuna görə, ikinci tərəfə görə Evre çıxdı, Ənazə çıxdı, it çıxdı. Birinci tərəfə də baxıram, birbaşa isim gəldiyinə görə C variantı. Birinci tərəfdə of var, Evre'ni çıxacaq, çünki Evre'nin birbaşa yanında of gəlməz.
Yeni də çıxdıq və burada baxıram feilim təkdirsə, bolsu da çıxacağım. Qaldı hər iki tərəfdə iç və ikinci tərəfdə it's və it's. Burada da sifət gəldiyinə görə bayaq dedik ki, it's birləşəndə C variantındakı it's olanda onun yanında birbaşa isim gəlir. Burada isə sifət olduğuna görə it is olmalıdır. D variantıdır düzgün cavab. 11-ci sual. Of var. Everini çıxmalıyam. İkinci tərəfdə new design. Və feilim tək olduğuna görə bolsları çıxacağım. Çünki bolsdan sonra feil cəm olmalıdır. Yenə iç və iç məsələsidir. New design deyir. Yəni sifət isim gəlib. Ona görə Y variant olacaq onun yeni dizaynı. Burada bir artiklı yəlik əvəzliyi olmadığına görə Y variant olacaq. The crossword was so complex could fill blanks. O qədər mürəkkəb idi ki, heç kim boşluqları crossword o qədər mürəkkəb idi ki, doldura bilmədi. Deməli, anybody inkar yoxdur deyə anybody-nə çıxdım. Və burada da it's blanks isim olduğuna görə, birbaşa isim gəldiyinə görə it's-i çıxacağım. Yəni, S-lər birləşməlidir. A bəndində itdən sonra isim gəlmir. Y-də də itdən sonra isim gəlmir. Doğru cavab B variantı. Mənasına görə də heç kim boşluqları doldura bilmədi. 13. Puzzle o qədər çətin idi ki, açarları tapa bilmədik. İndi ikinci tərəfdə close isimdir. Close isimdir. Demək, itdən sonra isim olmaz. D-də anybody olanda cümlədə inkar lazımdır. Burada inkar yoxdur deyə çıxdıq. Burada birbaşa isim gəldiyinə görə it's-i çıxacağım. Doğru cavab A bəndi. Heç kim onun açarlarını tapa bilmədi. Enjoy company very much. Deməli, ikinci tərəfdə company isimdir. Heç azə ola bilməyəcək. Çünki bundan sonra isim gələ bilməz. Vanın azədən də sonra isim gəlmir. İndi birinci tərəfimizə baxaq. Enjoy feilim cəm olduğuna görə törəmə özündən sonra feili tək istəyir. He üçüncü şəxsin təkidir, feili tək istəyir. Doğru cavab olacaq C variantı. Twins usually wear. Twins sözü cəmdə olduğuna görə ümumiyyətlə hörsən sonra isim gəlməz. İç tək istəyir ismi. İkinci tərəfinə baxanda closest isim olduğuna görə vananazıdan sonra isim gəlməz. Yenə vananazı var, isim gəlməz. Doğru cavabımız A bəndi. No gördüksə birinci tərəfimiz A olmalıdır. Ya B ya D. İkinci tərəfdə də heç bir isim olmadığına görə bizə S lazımdır. Yəni ki, yours. B bəndində yourdan sonra isim gəlməlidir. Birinci tərəfdə yenə no var. Deməli, A olmalıdır birinci tərəfimiz. İkinci tərəfdə də heç bir isim yoxdur deyə S variant lazımdır. Bu da Y variantında. 18. Letter təkdədir, send də feildir. Feildən sonra bizə obyekt lazımdır və təkdədir. Ona görə demək birinci tərəfimiz it olmalıdır. Mr. Brown da kişi olduğuna görə yenə söz önüdür to. Söz önüdən də sonra obyekt al gəlir. Doğru cavab B variantı. Stopped for a while to eat. Every'dən sonra feil olmaz. To eat. To eat every belə bir şey yoxdur. Yəni inkarla olmalıdır.
Doğru cevabımız Y variantı. Biz dayandıq ki, nəysə yeyək. Həz var burada, feilim təkdədir. Z getdi, boz getdi. Doğru cavab 1, 3, Y. 21-də nöqtədən sonra heç bir isim yoxdursa, demək S də lazımdır, B variantı. 22-də yenə nöqtədən sonra heç bir isim yoxdursa, S variant lazımdır, D variantı. Sings. Burada feilim təkdədir. Onlar gedəcək, çünki onlar özündən sonra feili cəmdə istəyir. Və I sing great. Great sifət olduğuna görə it's-lərdən sonra dedik ki, isim gəlməlidir. Doğru cavab C variantı. Consider feilim təkdirsə, onları çıxacam. Və boring sifət olduğuna görə ikinci tərəfdə boring sıxıcı deməkdir, sifətdir. Deməli, A ilə B-ni çıxacam. Çünki it's-lərdən sonra birləşəndə isim gəlməlidir. Ona görə C variantıdır. 25. Of var. Every'dən sonra of gəlməz. Mr. Green has told me all the news and I am going to tell you. News burada tək olduğuna görə, yəni deyir bunların hamısını deyəcəm. Yəni xəbərlərdən söhbət gedir. News təkdə olduğuna görə demək, everyləri çıxmışıq. Çünki bunlardan sonra of gəlməz. Və news da tək olduğuna görə zemlər səhvdir. Doğru cavab D. Hardly inkardır. Demək ki, eni lazımdır. Bu tərəfdə də heç bir şey, yəni isim, sifət heç nə olmadığına görə it's gələ bilməz. Doğru cavab itdir. Yəni feildən sonra bizə obyekt lazımdır. A variantı it. Tag questionlarda, bu tipli suallarda birinci boşluğu götürürük apostroflu sözə, ikinci boşluğu götürürük, yəni virgüldən sonraki boşluğu isə apostrofdan sonraki sözə. Demək, birinci tərəfdə policeman cəm olduğuna görə iç səhvdir, this səhvdir, z səhvdir. İkinci tərəfdə bravery tək olduğuna görə z səhvdir. Doğru cavab A. Nöqtədən sonra of var, deməli every çıxacaq. Burada da nöqtədən sonra isim var, s-ləri çıxacaq. Qaldı A variantı. Of var, every'ni çıxacaq. İkinci tərəfdə artikel, məqalə deməkdir, isim var, s-ləri çıxacaq. Qaldı Y variantı. Azı varsa some, any, no olmalıdır, törəmələr çıxacaq. İkinci tərəfdə də feilim cəm olduğuna görə zislə zəti gedəcək, C variantı. Yenə burada nöqtədən sonra azı var. Yours özündən sonra ümumiyyətlə isim istəməz səhvdir. İkinci tərəfdə yenə burada baxıram ki, feilim cəmdirsə zislə zətləri çıxdım. Qaldı B və D variantları. You da sən deməkdə deyir ki, sənin başqa şalvarını giyin, o biri şalvarını giyin. Bunlar kirlidir. Ona görə B variantı lazımdır. You həm də cümlənin ortasında gəlmir. They was to look after. The old man was lived alone. Yaşlı kişi tək yaşayırdı. Demək ki, ona baxmağa heç kim yox idi. Təsdiq olduğuna görə enini çıxdım. Hər kəs var idi. Burada look after feil olduğuna görə ikinci tərəfimiz obyekt olmalıdır. His səhvdir. He səhvdir. Someone da mənası uyğun gəlməz. D variantı. 33. İkinci tərəfdə of var. Evrenə çıxacaq. Üçüncü tərəfdə də family isim var.
obyekte çıxacağım. Birinci tərəfdə coming. Coming gəlişi isim olduğuna görə hers səhvdir. Yəni özündən sonra isim istəmir. Obyekt cümlənin əvvəlində gəlmir. Doğru cavabım C variantı. Can make change decision. Decision isim olduğuna görə es getdi. Mine səhvdir. İkinci tərəfdə make feildir. Obyekt lazımdır. Mine çıxdım. His də obyekt deyil. Birinci tərəfdə də baxaq, indi nə qaldı? Ya B variantı düzdür? Yox, bir dənə variantımız qalıb, o da B variantıdır.